Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve ali Muhammed. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Mənim əziz bacım və səhabəm Tifani. Və aleykümüssalam və rəhmətullahi və bərəkatuh, əziz ata. Allah səni qorusun. Mənə qoşulduğun üçün təşəkkür edirəm. Məni qəbul etdiyiniz üçün sizə çox təşəkkür edirəm. So I think today I thought that it was important that Bugün düşündüm ki, cavab xarakterli bir video hazırlayaq və ya vəsiyyətin xüsusi bir aspektinə daha dərindən toxunan bir mövzunu qeyd edək. Çünki bu məsələ dəfələrlə gündəmə gətirilib və bu yaxınlarda möminlərdən birindən, xaricdə yaşayan bir şəxsdən məktub aldım. O bildirmişdi ki, Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh vəsiyyətində qeyd olunan bir məsələyə görə valideynləri və ya qohumlarından biri bu dəvətdə irəli sürdüyümüz iddiaların doğruluğu barədə onunla mübahisə edib. İndi, əvvəllər bu məsələnin müəyyən qədər ələ alındığını və ya ona toxunulduğunu düşünürdüm. Lakin buna baxmayaraq hesab edirəm ki, belə bir epizod hazırlayıb bu mövzunu tam şəkildə, yəni son və yekun cavab kimi ortaya qoymağımız faydalı olar. Beləliklə, evdən izləyən möminlər bu cavabı ortaya çıxan ittihamlara qarşı bir silah kimi istifadə edə bilərlər. Çünki bu məsələ daim gündəmə gəlir. Təkcə ailə üzvləri tərəfindən deyil, eyni zamanda din alimləri tərəfindən də. Və dəvət yayıldıqca, dünyadakı alimlərin getdikcə daha çoxu bu xüsusi məsələni qabardacaqlar. Beləliklə, əsasən bizim dəvətimizin, bizim çağırışımızın fundamental, yəni təməl aspekti və ya bünövrəsi bu fikirdir ki, bu vəsiyyət mövcuddur və biz Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh vəsiyyətinə sahib çıxan yeganə insanlarıq. Başqa heç kim onun iradəsini, onun arzusunu, onun öz ümməti üçün qoyub getdiyi son vəsiyyətini yerinə yetirmir. Və biz həmçinin inanırıq ki, qurtuluş hər şeydə Muhammed Peyğəmbərə itaətə və onun ölüm ayağındakı arzusunu, yaxud onun son iradəsini, son vəsiyyətini yerinə yetirməyə bağlıdır. Və biz inanırıq ki, ona sarılmaqla biz zəlalətə düşməyəcəyik. Çünki Muhammed Peyğəmbər ölüm yatağında olarkən buyurub ki, sizə elə bir şey verim ki, əgər ona sarılsanız, heç vaxt zəlalətə düşməyəcəksiniz. Beləliklə, vəsiyyətə itaətə, yaxud Peyğəmbərin son vəsiyyətinin ardınca getməyə bağlı olan ilahi bir vəd var. O deməkdir ki, sən heç vaxt zəlalətə düşməyəcəksən. Elədir. Və biz vəsiyyətin harada olduğu barədə danışdıq. Və bu, bizim veb saytımızda mövcud olan bir şeydir. Bu, bizim son 10 ildir. 11 ilə keçir ki, üzərində durduğumuz, təkrar danışdığımız bir şeydir. Və əsasən Peyğəmbərin vəsiyyəti dedikdə, hədis kitablarında qeyd olunan zahiri vəsiyyət nəzərdə tutulur. Bu, Muhammed Peyğəmbərdən sonra onun yerinə keçəcək, ona varis olacaq bütün o şəxslərin adlarından ibarət olan zahiri vəsiyyətdir. Beləliklə, o, Əli ibn Əbu Talibi öz yanına çağırır. Ona öz vəsiyyətini diktə etməyə başlayır və ona bunu yazmağı tapşırır. Və o, möminlərin əmirinə, Əli ibn Əbu Talibə məxsus olan adları sadalamağa başlayır. O, vəsiyyətdə Əli ibn Əbu Talibə deyir ki, məndən sonra 12 imam olacaq və onlardan sonra isə 12 Mehdi olacaq. Sonra o, öz canişinlərinin adlarını bir-bir çəkməyə davam edir. Və o deyir ki, sən ey Əli, onların birincisi, 12 imamın birincisi, mənim canişinlərimin birincisi olacaqsan. Və sonra o deyir, və əgər vəfat sənə yaxınlaşarsa, o zaman sən onu oğlun Həsənə təhvil ver. Və vəfat ona yaxınlaşdıqda, o, onu Hüseynə təhvil versin. Və vəfat ona yaxınlaşdıqda, o, onu Əli Zeynəl Abidinə təhvil versin. Və İmam Mehdi əleyhissalama çatana qədər bu beləcə davam edir. İmam Mehdi əleyhissalam 12 imamın sonuncusunu təmsil edir. Və ondan sonra onun canişinləri Mehdilərdir. Onlar İmam Mehdinin davamçılarıdır. Onlar İmam Mehdinin həvariləridir. Və buna görə də onlar Mehdilər adlanırlar.
Və beləliklə, orada qeyd olunur. Deyilir ki, vəfat İmam Mehdiyə yaxınlaşdıqda qoy o, onu təhvil versin. Elə deyilmi? Öz oğluna, öz canişininə, möminlərin ilkinə. Və onun 3 adı var. Və sonra isə İmam Mehdidən sonra gələn ilk 3 Mehdinin adlarını qeyd edir. Və davam edərək deyir. Abdullah, Əhməd və üçüncüsü Əl-Mehdidir. Beləliklə, problem alimlər və bizim iddialarımıza inanmayanlar tərəfindən qaldırılan o şübhə, o qarışıqlıq, vəfat deyən bu kiçik ifadədədir. Elə deyilmi? Yəni vəfat yaxınlaşanda ifadəsi. Bəli, bu mövzu mənə tanışdır. Son vaxtlar bu barədə məndən də soruşurlar. Bəli, və sən nə deyirsən? Yəni, mənim üçün bu üzərində düşünülməyə ehtiyac olmayan, çox açıq, aydın bir məsələ kimi görünür. Çünki bu zərurət deyil. Birinin vəsiyyəti növbəti şəxsə ötürməsi üçün onun vəfat etmiş olması zərurət deyil. Yəni, din tarixində elə hallara çox rast gəlirik ki, kimsə öz canişinini təyin edir və onların hər ikisi eyni vaxtda dünyada mövcud olurlar. Məsələn, Musa kimi. O öz canişini olaraq Harunun adını çəkdi və Musa orada olmayanda Harun hətta insanlar üçün rəhbər kimi fəaliyyət göstərirdi. Və başqa nümunələr də var. Məsələn, İsa kimi. O təyin etdi ki, Şimon Peter onun canişini olsun və onların hər ikisi eyni vaxtda sağ idilər və mövcud idilər. Beləliklə, bu mütləq şəkildə o demək deyil ki, İmam Mehdi vəfat edib və ya artıq bizimlə deyil. Beləliklə, düşünürəm ki, onlar bu qarışıqlığı ortaya atarkən işarə etməyə çalışdıkları məsələ, təyinat zamanı onların hər ikisinin sağ olması məsələsi deyil. Düşünürəm ki, bu, düşünməyə belə ehtiyac olmayan, çox açıq bir məsələdir. O mənada ki, təbii olaraq, öz canişininin adını çəkərkən, onun sağ olması zəruridir. Və Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh öz canişininin kim olacağını qeyd edərkən ölüm yatağında idi. Deməli, o hələ sağ idi. Və o, bundan əvvəl dəfələrlə işarə etmişdi ki, onun canişini Əli ibn Əbu Talib əleyhissalam olacaq. Çoxsaylı rəvayətlər və hədislər var ki, orada Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh müxtəlif məqamlarda müsəlman ümmətinə bildirir ki, onun canişini Əli ibn Əbu Talibdir. Və bu, İsra və Meyracdan dərhal sonra başlayır. O zaman ki, gecə səfərində Əli ibn Əbu Talibin canişin olması faktı barədə ona əslində məlumat verilir. Və o, bunu Qədirxumda edir. O, bunu başqa məqamlarda da edir. O, bunu həm özəl olaraq, həm də kütləvi şəkildə edir. O, Əli ibn Əbu Talibin adını dəfələrlə çəkir və bunu müxtəlif məqamlarda vurğulayır. Lakin belə demək mümkünsə, yekun bəyanat, onun bunu son vəsiyyətində, yəni vəfatı ərəfəsində yazılı şəkildə qeydə alması ilə tamamlanır. Beləliklə, ortaya atılan məsələ ondan ibarətdir ki, İmam Mehdi əleyhissalamın növbəti Mehdinin hakimiyyətə gəlməsindən əvvəl vəfat etməsi zəruridir. Beləliklə, onlar bizimlə razılaşırlar. Onlar deyirlər ki, yaxşı, biz razılaşırıq ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh bir vəsiyyət yazıb. O, bir vəsiyyət yazmalı idi. Biz bununla razıyıq. Və şiələr, 12 imamçı şiələr deyərlər ki, biz razılaşırıq ki, 12 imam Muhammed Peyğəmbərin qanuni canişinləridir. Biz bu məsələdə sizinlə həmfikirik. Və onlardan bəziləri, hətta o qədər irəli gedərlər ki, deyərlər, bu qanuni bir vəsiyyətdir. Biz 12 imama inanırıq və biz həmçinin 12 Mehdiyə də inanırıq. Çünki orada açıq şəkildə yazılıb ki, ondan sonra Mehdilər olacaq. Və bizim rəvayətlərimizdə, yəni şiə rəvayətlərində bir çox rəvayətlər var ki, orada Əhl-i Beyt əleyhimussalam imamlardan sonra gələn canişinlər olan bu Mehdilər haqqında danışır. Bizim sizinlə olan problemimiz budur ki, siz Əhməd Əl-Həsən əleyhissalamın gəldiyini və onun İmam Mehdi tərəfindən təyin edildiyini iddia edirsiniz. Və sən iddia edirsən ki, sən İmam Mehdi tərəfindən təyin edilmisən və sən meydandasan və sən fəaliyyətdəsən və sən dəvət adından danışırsan
və sən cəbhədəsən, insanların qarşısındasan və sən iddia edirsən ki, hansısa növ məsumluğa sahibsən. Lakin bu, İmam Mehdinin vəfat etmiş olmasını zəruri edərdi. Çünki orada deyilir ki, vəfat yaxınlaşanda canişin təyin olunur. Bu isə o deməkdir ki, İmam Mehdi bizim İmam Mehdidən etməsini gözlədiyimiz bütün işləri görməli idi. Onlardan ən azı budur ki, o aşkar şəkildə ortaya çıxsın və biz hamımız onun kim olduğunu qəbul edək. Və yalnız bundan sonra, yəni o vəfat etdikdən sonra sən gəlib vəsiyyəti iddia edə bilərsən. Və Əhməd Əl-Həsən əleyhissalam gələ bilər və vəsiyyəti iddia edə bilər. Lakin bizə görə İmam Mehdi gəldi və o sadəcə qeybə çəkildi və o etməli olduğu işləri görmədi. Həmçinin siz deyirsiniz ki, indi Əhməd Əl-Həsən əleyhissalam insanlar üzərində hüccət olub və indi siz də insanlar üzərində hüccətsiz. Bu deməkdir ki, vəsiyyət aktivləşib. Vəsiyyət aktiv, qüvvədə olan və qanuni hala gəlib və təhvil vermə prosesi baş tutub. Beləliklə, bu proses İmam Mehdinin əleyhissalam zamanından Əhməd Əl-Həsənin zamanına, daha sonra isə sizin zamanınıza qədər davam etmiş olur. Beləliklə, onların sahib olduğu problem budur. Bu məsələni həll etməyin və anlamağın açarı Quranın bu ayəsindədir ki, orada Allah Subhanahu və Teala buyurur. O zaman ki Allah İsa'ya dedi, mən səni vəfat etdirib özümə tərəf qaldıracağam və səni küfr edənlərdən təmizləyəcəyəm. Və ayə davam edir. Bu ayə Ali İmran surəsi 55-ci ayədir. Bu açar məqamdır. Çünki burada vəfat etdirmək şəklində işlənən ifadə vəsiyyətdə olan ifadə ilə eynidir. Ərəb dilində ölümü bildirən müxtəlif ifadələr, müxtəlif sözlər var. Mövt var, qətl var və vəfat var. Bunlar üç fərqli sözdür ki, hamısı ölümə işarə edir. Mövt var. Bu, sadəcə ölmək deməkdir. Bu, adətən normal bir ölümü bildirir. Məsələn, bir insanın öz ölüm yatağında ölməsi və ya müəyyən bir xəstəlikdən, müəyyən bir azardan ölməsi kimi. Qətl ifadəsi var ki, bu, qətlə yetirilmək və ya öldürülmək deməkdir. Bu, məsələn, müharibədə, döyüşdə və ya buna bənzər bir halda ölən bir şəhidə işarə edə bilər. Və buna görə də Quran başqa bir ayədə möminlərə sual verir və deyir, əgər o, Muhammed, ölsə və ya öldürülsə, Ali İmran surəsi 144-cü ayə. Burada hər iki ehtimal qeyd olunur ki, hər ikisi mümkün variant kimi göstərilsin. Lakin İsa Peyğəmbərə aid olan ayəyə baxdıqda görürük ki, mövt sözü işlədilmir, qətl sözü işlədilmir, bu sözlərin heç biri işlədilmir. O, İsa, əgər sən öldürülsən və ya xatırla o zaman ki, Allah İsa'ya dedi, mən səni öldürəcəyəm və ya sənin öldürülməyinə səbəb olacağam, yaxud mövt mənasında ölməyinə səbəb olacağam, demir. O belə demir, o digər sözü, vəfat sözünü işlədir. Vəfat hərfi mənada dünyasını dəyişmək, keçmək deməkdir. Maraqlıdır ki, vəsiyyətdə istifadə olunan söz də məhz digər iki söz deyil, elə bu sözdür. Həmçinin maraqlıdır ki, həm sünni müsəlmanlar, həm də şiə müsəlmanlar, hətta xristianlar belə bu məsələyə fərqli yanaşırlar. Xristianlar İsa'nın çarmıxda öldüyünə inansalar da, onlar bunun həqiqi bir ölüm olmadığına, İsa'nın ölümə qalib gəldiyinə, onun ölümdən dirildiyinə inanırlar. Ölümün İsa üzərində heç bir gücü yoxdur. Müsəlmanlar isə İsa'nın heç çarmığa çəkilmədiyinə, bunun bir illüziya olduğuna, başqa bir şeyin baş verdiyinə, əslində İsa'nın qorunduğuna və onun sağ olduğuna inanırlar. Deməli, İsa ilə bağlı başqa bir şey baş verib. Bu, vəfat, onun çarmıxda hərfi mənada ölümü demək deyil. Əksinə, bu deməkdir ki, o, bu fiziki mənadakı həyatdan və ya bu mövcudluqdan, yaxud həvariləri ilə birlikdə olduğu o aşkardakı hüzurundan keçid edir. O gedir, o artıq gizlindədir
O, insanların əksəriyyətindən və ya qalan insanlardan pərdələnib. Baş verən budur, elə deyilmi? Deməli, bu bir ölüm deyil və hazırda o əslində sağdır. O diridir. Onlar inanırlar ki, o fiziki bədənində sağdır və inanırlar ki, o yenidən qayıdacaq və o geri qaydanda öz sağlığı dövründə etmədiyi işləri yerinə yetirəcək. Bununla belə, onlar onun sağ olduğuna, öldürülmədiyinə və ya çarmıxa çəkilmədiyinə inansalar da, onun pərdələnməzdən, yaxud göyə qaldırılmazdan, yüksəldilməzdən, gizlədilməzdən və ya qeybə çəkilməzdən əvvəl Şimon Peteri öz canişini təyin etdiyinə və bunun qanuni bir təyinat olduğuna inanırlar. Beləliklə, İsa sağ qalmasına və hələ də yerinə yetirməli olduğu vəzifələri olmasına baxmayaraq, hakimiyyət İsa'dan Şimon Peterə keçmişdir. Və beləliklə paralellik çox aydındır. İsa'nın başına gələnlər İmam Mehdinin başına gələnlərlə tamamilə eynidir. Vəfat sözü sizin öz standartlarınıza, sizin inandığınıza görə fiziki ölüm demək deyil. Bu, sizin inandığınız şeydir. Və əgər belədirsə, o zaman bizim irəli sürdüyümüz bu iddia çox əsaslı və qanuni bir iddiadır ki, 2000 il əvvəl deyil, təxminən 1200 il əvvəl Abbasi hökuməti tərəfindən təqib olunduğu və onu qətlə yetirmək, öldürmək istədikləri zaman bu vəfat İmam Mehdinin də başına gəlib və Allah Subhanahu və Teala İmam Mehdini yüksəldib. O, İmam Mehdini pərdələdi. O, onu qeybə çəkdi. O, İmam Mehdini eyni ilə İsa'nı qoruduğu kimi qorumuşdur. Həmçinin bəzi rəvayətlərə görə Xızırı bu günə qədər qoruduğu kimi və digər peyğəmbər və elçiləri, məsələn, İlyası və ya göyə qaldırılan İdrisi, yəni Enoku qoruduğu kimi İmam Mehdini də qorumuşdur. Və beləliklə, bütün bu şəxslər üçün vəfat baş vermişdir. İstər onların bioloji, fiziki ölümü baş vermiş olsun, istərsə də yox. Və beləliklə, onların təzahürləri və ya mövcudluqları yaradılışdan pərdələnməzdən əvvəl, onların hər biri və hamısı öz canişinini təyin etmək imkanı olmuşdur. Və sonra canişin insanların qarşısına çıxmış və həmin şəxs tərəfindən təyin olunduğu faktını onlara qarşı bir sübut, bir dəlil kimi əsaslandırmağa və ya istifadə etməyə başlamışdır. Beləliklə, İdrisin oğlu, onun canişini irəli çıxa bilərdi. Əlbəttə ki, bütün insanlar bu təyinata şahidlik etməmişdi və deyə bilərdi ki, atam məni vəfat etməzdən və ya göyə qaldırılmazdan əvvəl təyin etmişdir. Eyni hal Şimon Peterdə də baş verdi. O, irəli çıxdı, müxtəlif diyarları gəzdi və hətta Romaya qədər gedərək İsa'nı heç tanımayan, İsa'nı görməyən və ya İsa'nı eşitməyən insanların yanına getdi və onlara İsa'nın vəsiyyətini təqdim etdi. O, onlara dedi, mən İsa tərəfindən təyin olunmuşam, elə deyilmi? İsa öldümü? Xeyr, İsa ölmədi. Hər üç dinə görə, Sünni İslam, Şiə İslam və Xristiyanlığa görə o ölümə qalib gəldi. O sağdır və ya o yüksəldildi. Və bütün hallarda canişinin təyinatı qanuni idi. Çünki vəfat, bu pərdələnmə, insanların hüzurundan gediş, ölüm yaxınlaşırdı. Və beləliklə, eyni şey İmam Mehdi əleyhissalam üçün də keçərlidir. Eyni şey Əhməd əl-Həsən əleyhissalam üçün də keçərlidir. Əhməd əl-Həsən əleyhissalam 1999-cu ildə gəldi və çox uzun müddət, uzun illər insanlarla birlikdə oldu. Baş verən o oldu ki, onlar onu öldürməyə çalışdılar. Onlar onu qətlə yetirməyə cəhd etdilər. Eyni ilə İsa'nı qətlə yetirməyə və öldürməyə çalışdıkları kimi, eyni ilə İmam Mehdi əleyhissalamı qətlə yetirməyə və öldürməyə çalışdıkları kimi. Və beləliklə nə baş verdi? Əhməd əl-Həsən əleyhissalam vəsiyyətdəki öz canişinini təyin etdi. Və son 10 ildir, 11 ilə keçir ki, onun canişini ictimaiyyət arasındadır və insanlarla danışır.
Beləliklə, biz deyirikmi ki, mən yer üzündə olan qanuni bir hüccətəm? Bəli. Mənim danışmaq vaxtımdırmı? Əlbəttə, bu mənim danışmaq vaxtımdır. Vəsiyyət aktivdirmi? Aktivdir. Mənim adım çəkilibmi? Çəkilib. Əhməd Əl-Həsənin və ya İmam Mehdinin vəfatı baş veribmi? Bəli, şübhəsiz. Bu o deməkdirmi ki, onlar ölüdürlər? Xeyr, bu onların ölü olduğu demək deyil. Bu o deməkdir ki, onlar sağdırlar. Lakin onlar hazırda ictimaiyyətdən pərdələniblər və onlar məni göndəriblər. Və biz inanırıq ki, eynilə müsəlmanların və xristianların İsa'nın geri dönəcəyinə və öz sağlığı dövründə etməli olduğu, lakin edə bilmədiyi işləri yerinə yetirəcəyinə inandıqları kimi, eyni şey həm İmam Mehdi Muhammed İbn Həsən Əsqəri əleyhissalamla, həm də Yəmani İmam Əhməd Əl-Həsən əleyhissalam ilə baş verəcək. Aydınlaşdırdığınız üçün sizə çox təşəkkür edirəm. Ana dili ərəb dili olmayan biri kimi danışaraq demək istəyirəm ki, bu elə bir şeydir ki, mən dildə heç vaxt bunun fərqinə varmazdım. Və mənim kimi ana dili ərəb dili olmayan çoxlu insan var ki, vəfatın bu mühüm lingvistik fərqinin və onun arxasında yatan o xüsusi mənanın və onun insanın hekayəsini Muhammed Peyğəmbərin sallallahu əleyhi və aleyh vəsiyyəti ilə necə əlaqələndirdiyinin fərqinə varmazdılar. Bəli, düşünürəm ki, bu həqiqətən vacibdir. Çünki vəsiyyətin ingilis versiyalarında sadəcə əgər ölüm ona yaxınlaşarsa yazılıb. Və beləliklə, bir çox insan aldana bilər və belə düşünə bilər. Biz İmam Mehdinin hələ də sağ olduğuna inanırıq. Hətta Əbə Sadiq özü də deyir ki, İmam Mehdi sağdır və o ölməyib. Bəs necə ola bilər ki, İmam Mehdi Əhməd Əl-Həsəni və Əbə Sadiqi təyin edib, halbuki ölüm hələ ona yaxınlaşmayıb. Çünki Peyğəmbərin aşkar göstərişi budur ki, ölüm yaxınlaşdıqda təyin et. Beləliklə, biz artıq buna aydınlıq gətirdik və düşünürəm ki, biz insanlar üzərində hüccəti, yəni mütləq sübutu tamamladıq. Hesab edirəm ki, bundan daha aydın izah ola bilməz. Və inşallah bulanıqlıq aradan qalxdı və heç kimin bir bəhanəsi qalmadı. Oldu. Çox təşəkkür edirəm ata. Allah səni qorusun. Çox təşəkkür edirəm, Tifani.